Təsəvvür edin, mən sizə deyirəm ki, Real Madridin bu mövsüm Barselonaya vura biləcəyi ən ağır zərbə yaşıl meydanda yox, Milan şəhərindəki hansısa bir hesab-kitab dəftərində baş tutacaq. Kənardan qəribə səslənir, elə deyilmi? Çox qəribə səslənir, hə? Yəni, kənardan qəribə gəlir, düzdür, amma bugünkü mənbələrimizi, məqalələri incələyəndə, bilirsiniz, çox aydın bir mənzərə ortaya çıxır. El Clasico rəqabəti artıq sırf topla oynanılmır. Bugünkü dərin təhlilimizə xoş gəlmisiniz. Bəli, bugün müzakirə edəcəyimiz mövzu doğrudan da çox maraqlıdır. Dəqiq. Biz bugün tam olaraq bunu aydınlaşdıracağıq. Potensial yeni baş məşqçi təyinatı və maliyyə gücü. İspaniya nəhəngləri arasındakı o böyük tarazlığı necə dəyişir? Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bu vəziyyət əslində yüksək məbləğli bir hərraca oxşuyur. Yaxşı bənzətmədir. Yəni, bir tərəfin, belə deyək, cüzdanı doludur və çox aqressiv yeni strategiyası var. Digər tərəf isə sadəcə kənardan vitrinə baxmaqla kifayətlənir. Və o aqressiv gedişi edən adamın, daha doğrusu masadakı yeni oyuncunun adı xüsusi diqqət çəkir. Jose Mourinho. Dəqiq. Mənbələrimiz onu Real Madridə qayıtmağa hazırlaşdığını göstərir. Təyinat hələ rəsmiləşməsə də, Mourinho artıq, yəni indidən gələn mövsümün transfer planlarını cızır. Əsas hədəf isə bəllidir. Interin müdafiəçisi, düzdür? Bəli, onların 27 yaşlı mərkəz müdafiəçisi Alessandro Bastoni. Baxın, burada məni düşündürən bir məqam var. Hücum futbolu ilə tanınan İspaniya liqasında doğrudanmı 27 yaşlı bir müdafiəçi Mourinho'nun komandasını yenidən qurması üçün ehtiyac duyduğu o əsas qığılcımdır? Burada həm maraqlı olan odur ki, yəni 27 yaş bir müdafiəçi üçün əslində tam zirvə dövrüdür. Aha, yəni ən məhsuldar vaxtıdır. Tamamilə razıyam. Həm də bilirik ki, Mourinho həmişə komandalarının təməlini güclü müdafiədən başlayaraq qurur. O fəlsəfə heç vaxt dəyişmir. Məhz buna görə də o, Bastonini mütləq şəkildə Santiago Bernabeu'ya gətirmək niyyətindədir. Yaxşı, Mourinho'nun istəyi tamamilə aydındır. Bəs niyə məhz bu futbolçu iki İspaniya nəhəngini belə üz-üzə qoyur? Çünki Barcelona bu oyuncuya çoxdan göz dikmişdi. Hə, illərdir izləyirlər deyəsən. Dəqiq. Barcelona'nın scouting şəbəkəsi Bastonini çox yaxşı tanıyır. Amma Interin tələb etdiyi bir məbləğ var, 70 milyon evro. Və bu rəqəm maliyyə çətinlikləri çəkən Kataloniya klubu üçün aşıla bilməyən böyük bir maneəyə çevrilib. Yəni deyirsiniz ki, uzun müddətli maraq və sevgi pul kisəsi boş olduqda heç bir məna kəsb etmir. Çox təəssüf ki, bəli. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, baxın bu fakt müasir futbolun olduqca sərt reallığını göstərir. Scouting və oyunçuya olan o böyük maraq, maliyyə dəstəyi olmadan sadəcə bir xəyaldır. Deməli, Real Madridin maliyyə cəhətdən rahat olması burada tam həlledicidir. Bəli. Əgər Mourinho'nun təyinatı doğrudan da rəsmiləşərsə, Madrid klubu əbədi rəqibinin bu maliyyə zəifliyindən çox məharətli istifadə edəcək. Və böyük ehtimalla bu mübarizədən tək başına qalib ayrılacaq. Çox aydındır. Yəni, gəlin qısaca bir xülasə edək. Yəni, Real Madrid maliyyə üstünlüyü və Mourinho'nun potensial gəlişi sayəsində Barcelona'nın ən çox istədiyi müdafiəçi Alessandro Bastonini ələ keçirməyə çox yaxındır. Bəli, bugünkü reallıq tam olaraq bunu göstərir. Çox maraqlı və bir o qədər də düşündürücü vəziyyətdir. Əziz dinləyicilər, bugün bizimlə birlikdə bu mənbələrin təhlilini dinlədiyiniz üçün hər birinizə təşəkkür edirik. Bəli, çox sağ olun. Amma sizinlə sağollaşmazdan əvvəl beyninizdə kiçik bir sual qoymaq istəyirəm. Məncə çox yerinə düşər. Mütləq. Baxın, əgər yalnız Mourinho'nun adının hallanması və klubun möhkəm maliyyə vəziyyəti 70 milyon avroluq bir transferin taleyini hələ rəsmiləşmədən belə həll edə bilirsə, bəs Barcelona kimi ənənəvi nəhənglər sırf maliyyə gücünün hökm sürdüyü bu yeni dövrdə öz cəlbediciliyini necə qoruyacaqlar, onlar rəqabətə davamlılığını necə saxlayacaqlar? Siz bu barədə düşünün, görüşənədək. Sağ olun.